alabilirsin ona zaman. Buyurun. Bir sualım var. Sen Əbülfət müəllim, sizin indi bu yekun olaraq belə çıxır ki, bu Abnuri triada reaksiyasından mövcud instruksiya var, təlimat var, bruselloz xəstələrlə qarşı. Onu işlətmək qadağandır. Olmaz. Bu bir. Yəni ki, siz onun tam əksinə gedirsiniz də. Ona cavab verin. Yox, bu mən fikrim deyil. Deməli, bu dediyiniz bu təlimat, bruselloza qarşı təlimat beynəlxalq epizodik büroda təsdiq olmuş bu təlimat bütün dünya ölkələrində, Avropa ölkələrində istifadə olunur. Bütün dünyada bu epizodik büronun təsdiq etdiyi təlimat təsdiq olunur və işlədilir. Amma sizin bu təklifiniz müəyyən dərəcədə mən demirəm ki, bu məqsədə uyğun ola bilər. O mənada ki, bunu siz bir əlavə olaraq, təlimata əlavə olaraq bunu təklif etsəniz daha məqsədə uyğun olardı. Çünki bu sizin dediyiniz bu məsələlər 1954-cü ildə Salmakov tərəfindən bu məsələ öyrənilir. O bruselloz məsələsindən məşğul olan ciddi bir adam idi. Bizim yadımızdadır, mən Respublika Laboratoriya direktor işləyəndə bu məsələ qaldırılmışdır. O 1954-cü ildə Salmakovun təklif etdiyi o metod, həmən sənin dediyin metoda uyğun metoddur. Öz tətbiqini təsərrüfatlarda tapa bilmədiyinə görə onu ləğv elədilər və onu qəbul eləmədilər. İndi sizin bu təklifiniz çox belə gürültülü səslənir haqqən də ki, siz bir dəfəlik belə təklif edirsiniz ki, bunu aparılan indiyə kimi təlimata əsasən bruselloz çıxan heyvan brusellozu deyil, sağlam heyvan xəstə heyvan əvəzinə verilir. Bu cinayətdir. Əgər dərinə gedirsək. Və bunu da mənə belə gəlir ki, bu məsələni belə yüksək səviyyədə akademiklərin müəyyən məsələdə alimlərin iclasında və yaxud da ki, müzakirəsində həll etmək ki, bu məqsəd yönlüdür, yoxsa yox. Bu bir. İkinci, o qida mühitlər deyirsiniz, hazırlamışsınız. Həm bulyon formasında, həm də paraşok formasında, elə deyilmi? Bunun tərkibi nədən ibarətdir və o komisyonlu o qida mühitləri yoxlanılır. Çox sağ olun Şəmarım. Birinci növbədə sizin sualınıza cavab verim ki, Dövlət Baytar Xidmətinin əmri ilə yaranmış komissiyanın iştirakı ilə bu məsələlər yoxlanılır. Mənim dediklərim komisyon aktda öz əksini tapır. Yəni, bunu Əliyev Əbülfət demir. Bugün Dövlət Baytar Xidmətinin əmri ilə yaranmış komissiyanın aktı deyir. Orada yazılır ki, serologiyanın nəticəsindən 25 baş cins mal xəstə adlandırılır, bruselloz adı ilə məcburi kəsmə göndərilir. Həmin o xəstə çıxan heyvanlar. Baxmayaraq bu günləri biz həmin momentdə skandal yaratmış komissiya iştirakı ilə nəticə ki, onun 20 başı sağlam idi. Yəni, elm qurbanlar sevir. Biz komisyon yoxlamanın nəticəsində PCR ən müasir metoddur. Mənim metodumda Amerikan alimi Müller'in təklif elədiyi metoddur. Onunla 25 baş serologiyanın xəstə çıxanı 20 başı sağlam çıxır. Bu bir. İkinci cavab. Bir əsr bundan qabaq olan seroloji reaksiyanın bəyən bir əsrdən sonra 130 il bundan qabaq olan metodun bugün təkmilləşdirilməsi anormal vəziyyətdir. Bugün İnkarın inkar qalır. Mən köhnəni inkar eləmirəm. Bunu tam, bu metod serologiyanı tam bildirsinəm, qəbristanlığa göndərmirəm. İmmun fonunun öyrənilməsində. Amma bir şeydir, nəyə görə tam bu əleyhinəyən bu metodu? Ona görə ki, bugün iti formada, kəskin formada iti xəstəliklər yayılır, quş qripi. Afrika taunu. Bilirsiniz ki, kütləvi formada yayılır. Bruselloz kroniki formadadır. Bu günləri bütün xəstəliklərdən hamısında kənarda qalıb serologiya ancaq bruselozda qalıbdır bu problem. Kroniki formada antitel yoxdur. Quş qripində 16 gündən sonra əmələ gəlir antitel. Amma gəlin görək elə,
Quş qripini yoxlamaq üçün yazıcı gəlir ki, Qahriyə Londona göndərdilər nümunələr. Siz fikirləşin, vaxtında bizim elə bir metodumuz olsaydı ki, yəni gizli, inkubasyon dövrdə qan alır, onsuz da xüsusi təhlükəli xəstəliklər dövlət büdcəsindən maliyyələşir. Olmazmı ki, profilaktik müayinələr aparılanda biz bunun ilkin virusun olmağını müşahidə eləsəydik, qabaqlayıcı tədbir görə bilərdik. Amma biz gözləyək ki, nə var, antitel əmələ gələcək. Respublika laboratoriyası antiteli yox olacaq, xəstəliyə mübarizə aparacaq. Yəni, hər bir xəstəlik kimi bruselozun da iti forması var. İti formada balasalma verir küçüqəvi. İti formada bizim tərkib mövcud seroloji reaksiya hamısı mənfi göstərir. Bunu mən demirəm, ədəbiyyat məlumatları deyir. Erxan Əliyev, yəqin ki, Allah rəhmət eləsin. Məndən öncə bruseloz üzrə yeganə elmlər doktor professordur. Onun özünün aqrar elm əvvəlki riyasət heyətində çıxışını mən sizə xatır cavabını demək istəyirəm ki, bu bizim nəticələrimiz təqdiyi, Dövlət Baytarlıq Xidmətinin əmri ilə yaranmış komisyon aktda da təsdiq olunur. Şübhəniz varsa onda o akta qarşı öz fikrinizi bildirəsiniz. İkinci sualımıza. Bizim qida mühiti hazırladığımız o aqardı, onun bulyonu da hazırlamaq olur. Yəni, bunun üstün cəhəti və yeniliyi nədən ibarətdir? Tərkibini deyir. Bu günə qədər istifadə olunan qida mühitləri gedib bazardan ət alınırdı, sümükdən, bətərdən, yağdan, piydən, damardan, hamısına təmizləyirlər. Biz isə bunu eləmirik. Çünki bruselozun törədicisi qırmızı sümük ilində lokalizasiya edilir ən çox. Ona görə bütün heyvanın o ayrı-ayrı orqanları qarışıq, doğranır, sümük qarışıq, yağlı, hamısı 40 dəqiqə qaynadılır. 40 dəqiqə sümük qarışıq, yağ qarışıq, hər şey qarışıq qaynadılığından sonra onun suyunu süzülür, otaq temperaturunda soyudulur və soyuducuda da piy təbəqəsi donana qədər saxlanır. Ondan sonra pambıq süzgəçlə süzülür, təmiz bulyondan istifadə olunur. Bugün mövcud qida mühitinin 1 kilogram ət, təmiz ət almaq üçün 2 kiloya yaxın təmiz ət almaq. Bizim isə gələcəkdə hazırlanacaq qida mühitinin davamlılığını təmin etmək üçün demək olar ki, pulsuz əldə etmək bazamız var. Demək olar ki, yəni bu nə qədər istəsə, onu mən əldə edə bilərim. İkinci də ki... Hansı heyvanın bu ətini, sümüyünü, yağını, piyini qaynadırsan? Bəli, 3 reseptdir. Çox düzgün deyil. 3 reseptdir. Birinci reseptdə xırda buynuzlu heyvanların bruselozunda. Burada xırda buynuzlu heyvanlarda bilirsiniz ki, qoçlarda epididimit bruselozunun ayrı tipidir, ovis tipi. Ona görə də biz erkək dana və qoçların ağ ətindən qarışdırılır. Birinci reseptdə istifadə olunur. Onun bulyonunu hazırlanır. İkincidə qara malın ətindən, erkək dana fərqi yox da iri buynuzlu heyvan ətindən bütün orqanlar bərabər doğranılır, istifadə olunur. Əvvəlki mühitdə alınan, yəni gətirilən ətin atıyorlar, heç nə yaramır. Amma burada doğranır, lazım olsa onun ətini də istifadə edə bilərsiniz. Yəni bunun üstün cəhətdə budur. İkinci də ki, həmən bu hazırlanan, bax, görürsünüz, 2012-ci ildə bunu mən qeyri-rəsmi də olsa, bunu Germaniyaya göndərtmişdim. Onların İngilis dilindədir. Üstündə 2012-ci ildə yazı sürüb. Bax, bugün 2016-cı ildir. 4 il hərəkəti bunun müddətindən. Bunu bu dəqiqə laboratoriya ver, 12 dənə bakteriyanın düzəlməsini yararlıdır. Bax, bu dəqiqə 4 il sonra müddətindən keçirilir. Paraşok halını saldınız. Yox, bu aqar formasındadır, xarab olmur. Yəni, ağzı bağlı qablaşdırmışım özünü. İndi sözü ona gətirəm ki... Bu, sən dedikdən qida mühitinin komisyon yoxlanır. Bəli, Dövlət Baytarlıq Xidmətinin əmrindən İmeli bu qida mühitinin özümüz bazardan 3 kilogram dana ət aldırmışam. Bu komisyanın içində bundan yoxlanır. Təcrübə bunlar yoxlanır. Və nəticələr də